Tövhid əhli olan bəndəyə müsəlman deyilir, müvəhhid deyilir, əhli tövhid deyilir, tək Allahlı deyilir. Müşrik isə bütpərəst də müşrikdir, ulduzpərəst də müşrikdir. Çox Allahlılar müşrikdirlər. Quran-ı Kərimdə tövhid əhli olan bəndə ilə şirk əhli olan bəndənin etiqadının, əqidəsinin, inancının fərqlərini bizə göstərir. Quranın müxtəlif ayələrində bu barədə məlumat verilir. Bu ayələri bir seyr eləyək. Görək, Quran tövhid əhlinə nə deyir? Tövhid əhlinin düşüncəsinin necə olduğunu, inancının nə formada olduğunu bildirir. Şirk əhlinin inancının nə formada olduğunu bilir. Müşriklər, Allaha şərik qoşanlar, niyə görə Allahdan qeyrisinə ibadət edirlər? Ona görə ki, o Allahdan qeyrisi onlara izzət versin. Onları əzizləsin. Əziz olsunlar, qiymətli, dəyərli olsunlar. Və bu elə bizim karyera qazananlarımızda da bu problem bəzilərində var. Hər nə yolla gəldi pul qazanmaq istəyir. Niyə? Deyir, mən kimdən istəyəm? İzzətli olmaq istəyir. Filan kəsin oğlu o biri məktəbdə oxusun, mənim oğlum bu məktəbdə. Şeytanda izzət axtarır. Günahda izzət axtarır. Dolayısıyla Allaha şərik qoşmuş olur, hərçənd ki, dindən çıxmır bu şirklə. Bu gizlin şirkdir. Bütpərəstlər açıq-aşkar bütə sitayiş edirdilər. Lat, Üzza, Hubəl, Bə'l və s. və ilə axır. Amma möminlər də görürsən, o alim, böyük alimlərdən biri dedi ki, bizim möminlər Həzrəti Musa əleyhissalam kimi danışırlar, Qarun kimi fikirləşirlər. Həzrəti Musa əleyhissalam deyirdi Allah və salam. Qarun deyirdi pul və salam. Deyir, bizim möminlərin əksəriyyəti. Danışdırırsan, Həzrəti Musa kimi danışır. Həyatına baxırsan, Qarun kimi yaşayır. Nəzəriyyədə bunun, bu şəxsin idealı kimdir? Kumiri kimdir? Həzrəti Musa. Həyatına baxırsan, idealı Qarun kimi görünür. Və bu, insanı dindən çıxardmasa da, mənəviyyatdan çıxardan şirkdir. Deyir, müşriklər belə düşünürdülər. وَاتَّخَذُوا مِنْ دُونِ اللّٰهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزَّةً. Allah'a atıb, başqa tanrılardan tanrılıq umurdular, başqa tanrılara tapınırdılar ki, bu ibadət, yəni bu bizim şirk adlandırdığımız bütpərəstlik bunlar üçün izzət olsun. Bu müşriklərin düşüncə tərzi idi. Dedim, bunun kobud forması insanı müşrik edir, bütpərəst olursan, yumşaq forması insanı müşrik eləməsə də mənəviyyətdən çıxardır. Niyə sən bu haram yolla pulu qazanmaq istəyirsən? İstəmirəm taytuşlarımdan geri qalan. Yəni, izzət axtarırım. İzzəti Allahdan qeyrisində axtarır. Pul Allahdan qeyrisidir ya yox? Allahdan qeyrisidir. Bu nə deməkdir? Bu danışdıqlarım nə deməkdir? Pul qazanmaq haramdır? Xeyr. Pula tapınmaq haramdır. Pula pərəstiş etmək, pula sitayiş etmək haramdır. Pul qazanmaq çox yaxşıdır. 100 milyard qazanmışsansa, get 100 trilyon qazan. Amma sən onu qazan, o səni qazanmaz. O sənin ixtiyarında olsun, sən pulun ixtiyarında olmayasan. Müşrik nə düşünür? Müşrikin əqidəsi budur. Və qəbul etdilər
min dunillah, Allah'tan qeyri olarak neyi? Aliheten, tanrıları, bütləri, dünyanı və s. Niye bunu ettiler? Liyekunu lehum izza, ki bu dırnaq arası tanrılar bunlar için izzət olsun. Bunlara izzət nəsib eləsin. Ama mümin ne düşünür? Felillahil izzetu cemi'an. İzzetin bütün formaları Allah'a məxsusdur. Dünyevi forması da Allah'a məxsusdur. Ölümdən sonraki izzət də Allah'a məxsusdur. Puldan gələn izzət də Allah'a məxsusdur. Nüfuzdan gələn izzət də Allah'a. İzzət Allah'a məxsusdur. Burada bir neçə məna var. Bir, siz səhv eləyib başqa tanrılarda, dırnaq arası tanrılarda izzət axtarırsınız. Allah icazə verməsə o tanrılar da sizə izzət verə bilməz. İki, izzəti Allah yanında axtarın, başqalarının yanında axtarmayın. Yanlış qapıya gedirsiniz. Növbəti düşüncə tərzi. Müşriklər deyirlər, وَاتَّخَذُوا مِنْ دُونِ اللّٰهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ. Yasin surəsindədir, başqa surələrdə də var. Allah'tan qeyri dırnaq arası tanrıları tanrı kimi qəbul etdilər ki, bəlkə o tanrılar bunlara kömək eləyə. Problemdə kömək eləyə, çətinlikdə, müsibətdə, acılıqda, səfalətdə, müharibədə. Bilirsiniz də bunların müxtəlif tanrıları var idi. Müharibə tanrısı, iqtisadiyyat tanrısı, elə bu nazirlərdir bunlar. Məsələn, Maliyyə Nazirliyi filan. Tanrıları var idi. Səfər tanrısı. Ki, hərəsi bir yerdə bizə kömək eləsin. O qədim Yunanlarda yox idi. Göylərin tanrısı, yerlərin tanrısı, əkin tanrısı, yəni müharibələ. Deyir, bunlar bu dırnaq arası tanrıları əsas tuturlar, Allah'a atırlar. Niyə? Bəlkə buna kömək elədilər. Amma bu müşriklərin düşüncəsidir. Müminin düşüncəsi nədir? وَمَنْ نَاسْرِ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ. İzzət və hikmət sahibi olan Allah'tan başqa heç bir kömək yoxdur. Bir, İzzət və hikmət sahibi olan Allah'tan başqa heç bir kömək yoxdur. Yəni, yalnız o Allah'a tapınsan izzət və hikmətin və köməyin olacaq. İki, sən ki gedib başqa tanrılara tapınırsan, izzət və hikmət olmadan, onlardan yardım diləyirsən, onlar istəsələr də sənə kömək edə bilməzlər. Niyə? Çünki hər şey Allahın əlindədir. Bütün kilidlər Allahın əlindədir. Bütün açarlar Allahın əlindədir. Mömin belə düşünür. Bunun əxlaqi yükü də var bu mövzunun. Ki biz ona inanmırıq. Nəzəriyyə olaraq inanırıq, praktikada inanmırıq. İnansaq çox risklər edərik. Biz inansaq ki, hər şey Allahın əlindədir, heç kəsdən qorxmarıq. Niyə? Çünki ən qorxulu varlığın da mənə yönəlik təhlükəsinin açarı kimin əlindədir? Allahın əlində. Buna inanmırıq. Birdən məni öldürər. Ölsəm, nə olacaq ki? Bədbəxt olacaq. Deməli, sən qəbul edirsən ki, bədbəxtlik və xoşbəxtlik Allahın əlində deyil. Bunu qəbul edirsən. Ona görə gedib, özünə tanrı tapırsan. Əsl mümin, səmimi mümin deyir ki, gedirəm bu haqq yolda. Öləcəm, Allahın əlindədir. Bir şey məsləhət bilir ki, öldürür. Mənim xeyrim var ki, öldürür. Müşrik belə düşünür. Bu bütlər bizə şəfaət verərlər, bizə yardım eləyərlər. Allah qatında bizim tərəfimizdən çıxış edərlər. Müxtəlif ayələri var Quran-ı Kərimdə. Buyurur ki, səhv eləməsəm, Zümər surəsidir ki, مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَ إِلَى اللّٰهِ زُلْفَى. Biz bu bütlərə ona görə istayiş edirik ki, bu bütlər bizi Allah'a yaxınlaşdırır. Bu bütlər bizi Allah'a yaxınlaşdırır. Ona görə istayiş edirik.
Allah Teala buyurur, əvvəla aləmi büt idarə etmir. Nə bu dünyada, nə o dünyada. Dedim, büt təkcə Hubal, Lat, Uzza deyil ha. Büt bizim nəfsimizdir. Büt kiminsə vlastıdır, daydayıdır. Büt puldur, karyeradır. Əgər düzgün istifadə olunmasa, bunlar hamısı dəyərlərdir, düzgün istifadə olunsa. Bütdür, əgər düzgün istifadə olunmasa, bunlar hamısı bütdür. Bunlar hamısı bizi azdıra bilər. Bunlardan yardım almaq olmaz. Müminin əqidəsi budur. Dünyanı bunlar idarə eləmir. Sənin nəfsin dünyanı idarə eləmir. Bəzən biz elə bilirik ki, bizim nəfsimiz dünyanı idarə eləyir. Dəlili bilirsiniz nədir? Deyirik, ilahi, mənə filan imtiyazı ver. Özün buyurmuşsan ki, duaları qəbul edirəm. Mənim duamı qəbul elə. Bəndəm nə istəyirsən? Mən ev istəyirəm, maşın istəyirəm, pul istəyirəm, filan şey istəyirəm, filan şey istəyirəm, filan şey istəyirəm. Niyə istəyirsən? Keyf eləməyə. Daha çox həzz almağa, daha çox dünyadan ləzzət almağa. Filan kəs getdi gəzməyə, mən gedə bilmirəm. Filan kəs rahat, filan kəsin komfortu mənim yox. Yəni, diqqət edin, biz dua edərək Allahın məqamını öz nəzərimizdə uzatmalıyıq. Biz dua edərək Allaha deyirik ki, ilahi, gəl dünyanı mənim nəfsimlə idarə edin. Mən istəyirəm nə deməkdir? Mənim nəfsimlə idarə edin. Ağıllı şey istəsəm Allah verəcək. Mənim tərbiyəmə uyğun bir şey istəsəm Allah verəcək. Mən nə istəyirəm? Daha çox dünyaya bağlanmaq. Yəni, ay Allah, sən hikmətlə idarə eləmə məni, mənim nəfsimlə idarə elə məni. Durur, müminin əqidəsi bu deyil. İnnəllaha indəhu ilmus saati və yunezzilul qays. Qiyamət biliyi də Allahın əlindədir, yağış göndərən də Allahdır. Dünyanı, ahirəti Allah idarə eləyir, bütlər yox. Boş yerə bütə sitayiş edirsiniz. Boş yerə pula tapınırsınız. Bayaq dediyim şərtdən ha. Mən pul barəsində nə danışsam, bütün o sözlərimə bu deyəcəyim söz hakimdir, baxın. Bu söz ki deyəcəm indi, bu hamısına hakimdir. Hamısı bundan sonradır. Bunu nəzərə alın, o birilərə qulaq asın. Pul barəsində İslamın fikri budur. Pul sudur. Su, okean, dəniz. İnsan gəmidir. Nə qədər ki bu gəmi, bu suyun üzərindədir, hərəkət edir. Keçəcək, oradan keçəcək, buradan keçəcək, hər yerdən keçib gedə biləcək. Nə qədər ki bu gəmi suyun üstündədir. Elə ki su bu gəminin üstündə oldu, batacaq. Su doldu bu gəminin üstündən içəri, batacaq. Nə qədər ki gəmi suyun üzərindədir, su onun lap o göyərtəsinin yaxınlığı nə qədər də gəlsə, qorxu yoxdur. Hərəkət edəcək. Elə ki su qalxdı, doldu gəmiyə, gəmi batacaq. Nə qədər ki insan sərvətin üzərindədir, zənginliyin üzərindədir, insan hakimdir o zənginliyə, insan hərəkət edəcək. Doğru yolunda, haqq yolunda. Elə ki bu pul keçdi yuxarı insanın boynundan bastı, insan bədbəxt olacaq. Nə desəm pul var, dövlət, dünya barəsində bu sözdə əsas. Yəni, o demək deyil, dünya olmamalı. Dünya çox olmalıdır. Dünya olmayan, dünyası olmayan müsəlmanı belə əzəllər. Dünyada görürsün, necə əzillər. Dünya olmalıdır. Amma insan dünyanın üzərində olmalıdır, hərəkət edəsin. Dünya insanın üzərindən bastı, hissədə yıxıldı. Ona görə dünyanı pul, var, dövlət, qohum, əqraba, vəzifə, mənsəb, post, dayda falan bunlar idarə eləmir. İnnəllah, həqiqətən Allah idarə eləyir. Necə ki, bunların insanın əlindən çıxması da Allahın məsləhətidir, ha? İndi bir nəfər səhv eləyibsə, o heç. Bir nəfər hər şeyi düz eləyir, məsələn, maddi baxımdan iflasa uğrayır. Səbəbi nədir? Buyurur, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ
vel-cu'i ve naqsin minel emvali vel-enfusi ve's-semerat ve beşşiris sabirin. Ve şübhəsiz biz, Allah buyurur, sizi sınağa çəkirik. Bəzi şeylərlə. Nədir ilahi bəzi şeylər? Məsələn, nə ilə? Buyurur, qorxu ilə. Nəysə itirməkdən qorxursan. Bu sənin sınağındır. Acılıqla. Qıtlıq olur, yağış gəlmir, aclıq olur, iqtisadi böhran olur. Sınağındır. Var dövlətin azalır, sınağındır. Övladların azalır, sınağındır. Meyvələr azalır, sınağındır. Canıva bir şey olur, sınağındır. Yaxşı, bu sınaqlarda nə edək? Buyurur və bəşşiris sabirin. Səbr edənlərə salamdır. Müjdə ver. Mən Allahın salamını səbr edənlərədir. Yəni, sən hər şeyi düz elədin, amma yenə alınmadı, səbr elə. Yox, özün bədxərcli eləyib, məhv verirsən, onun adını qoyma ki, mən səbr edirəm. Səbr edirəm, bilənləri 100 min xərcləməyəydin. Bu nə hərəkətdir? Adam gələ ekonomist olsun, adam gələ iqtisadçı olsun. Həzrət Əleyhisselam buyurur, qənaət ən böyük var dövlətdir. Ən böyük var dövləti, zənginliyidir. Sərvətdir. Amma əlindən çıxdı, bil ki, Allah idarə edir. Bunu bilməyin xeyri bilirsiniz nədir? Xeyri budur ki, elə bilmə Allahın əlindən çıxdı hər şey. Elə bilmə ki, vəssalam bədbəxtdir. Ruhdan düşmə, ümidsiz olma, məyus olma. Allahın əlindədir. Allah sadəcə sınağa çəkir səni. Rahat ol. O bilir nə eləyir. Həzrət İmam Hüseyin ağa nə dedi Kərbalada? Əl-Yəsxər qucağımda can verir, amma asandır mənə çünki sən görürsən. Sənin əlindən heç də çıxmır, iplər çıxmır sənin əlindən. Əzizlər, bizim bəzi günahlarımız var. Özümüzü də ruhdan salır. Özümüzə nifrət edirik ki, mən bu günahı niyə elədim? Bəzən o psixologiya deyilir, özünü bağışlaya bilmir adam. Ki, mən niyə bunu elədim? Buyurur, narahat olmayın. Belə məqamlarda intihara, ona buna üst tutmayın, bütlərə üst tutmayın. Buyurur, فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ. Sair bəzi möminlər ki, öz günahları üçün Allahdan bağışlanmaq istədilər. Və düz də elədilər. Bilirsiniz niyə? وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ. Allahdan başqa kim bağışlayacaq günahları? Bunun bir mənası budur ki, sən ki, özünü bağışlaya bilmirsən, mən niyə bu günahı elədim, depresiya düşürsən, ümidsizliyə düşürsən, sən kimsən? Bağışlayan var, ümidivi üzmə, qəlbi var, xain elə, tövbəvi elə, qayıt doğru yolda aktiv hərəkət elə. Bağışlayan var. Çalışma özünü bağışlasın, özünü bağışlaya bilməzsən, Allah bağışlamasın. İkinci mənası budur ki, siz günah elədiniz, şeytan sizə günah elətdir, burasına diqqətlə qulaq asın, çox diqqətlə. Şeytan bilirsiniz, həm də insan niyə günah elətdirir? İnsan günah eləyəndən sonra ruhdan düşür. Deyir, daha məndən adam olmaz. Onda düşür şeytanın qucağına. Deyir, şeytan kimdir? Ki, mən bağışlayacağım günahı. Amma sən gəl. Sən gəl, qalan şeylər həll olacaq. Gəlmirsən, problemdir. Gəlsən, heç bir problem yoxdur. Sən mənim qapıma gəlsən, mən Allahın qapısı, səmimi gəlsən. Arxaya baxma daha, o mənlidir. Və mən yəqfiriddunubə illallah. Deyirlər ki, bütlər Tanrının yanında, Allahın yanında şəfaətçidir. Yalan deyirlər, buyurur. Qullillahi şəfaatı cəmi'a. Bütün, şəfaatin bütün növləri Allaha aid. Allahındır. Allahın mülkiyyətidir. Ləhu mulku səmavat və ərd. Bilirsən niyə? Çünki göy, yer, bütün məmləkətlər kimin mülkidir? Allahındır. Allahın məmləkətində kim onun yanına gedib şəfaatçi ola bilər onun izni olmadan? Sən istəyirsən birinin Allahın qapısını aparasan, Allahın yaxını olmayanı apara bilməzsən ki. Allah qəbul eləməz ki. Elə adamı, elə əməli, elə varlığı apar ki, o qəbul eləsin. Və la yəmlikullezine yed'une min dunihi şəfa'a. Allahdan qeyri çağırırlara bəzilərin, Allahı yox, bütləri filanları çağırırlar. Onlar Allah yanında şəfaətə malik deyirlər. Bəziləri
Səhalətlərindən bunları imamlara, peyğəmbərlərə şamil edirlər. Deyirlər ki, siz ki deyirsiniz, bunlar bizə şəfaət eləyəcək. Bax, görürsünüz, ayə deyir ki, və la yəmlikullezine yədunə min dunihi şəfa. Allahdan qeyri çağırdıqlarınız şəfaət edə bilməzlər, şəfaətə malik deyirlər. Amma bunlar unudurlar ki, yaxşı, peyğəmbərin qiyamət günü şəfaət etməsi necə? Bu ayə ona da şamil olur. Peyğəmbər ki, Allah deyil. Peyğəmbər ki, Allah deyil. Allahdan qeyrisidir ya yox. Mən deyirəm, ya Rasulullah, qiyamət günü mənə şəfaət ver. Onda mən müşrik oldum. Və yaxud bəzilər deyir ki, o ayə ki deyir, vasitə aparın Allahın yanına. O ayə ki deyir, Allahın yanına vasitə aparın, imamları demir, əməlləri deyir, cihadı deyir. Yaxşı, əməllər Allahdır. Cihad Allahdır. O da Allahdan başqasıdır. Onlara şamil olursa, onda ayə onlara da şamil olur. Çünki ayə deyir, Allahdan qeyri çağırdıqları şəfaətə malik deyil. Deməli, bu ayə onlara şamil deyil də. Söhbət bütlərdən gedir ki, deyirlər, bütlər düzdür Tanrı kimi deyil, amma Tanrı yanında bizə şəfaətçidirlər. Elə şey yoxdur. La yəmlikunə şəfaətə illa mən ittəğəzə indər-rəhmani əhda. Kim Rəhman Allahın yanında Allahla əhd peyman bağlamayıbsa, Allahla xüsusi müqaviləsi yoxdursa, şəfaətə malik deyil. Şəfaətə malik o varlıq ola bilər ki, Allahla xüsusi müqaviləsi olsun. O varlıq şəfaət verə bilər ki, İmam Hüseyin kimi Kərbəlada desin, belə əhd eyləmişəm ey bacı cananım ilə, ərsəyi Kərbəlada boyanam qanim ilə. Odur, deyir ki, la yəmlikunə şəfaətə illa mən ittəxədə indər-rəhmani əhda. Rəhman Allahın yanında əhd peyman bağlamamış, müqavilə bağlamamış adamın şəfaətə malikiyyəti sahibliyi yoxdur. Və la tənfə'üş şəfaətü indah illa limən əzinəlləh. Allahın izin vermədiyinə şəfaət fayda verməyəcək. Gərək elə yaşayasan, Allah sənin şəfaət olunmağına izin versin. Gərək elə yaşayasan, Allah sənin şəfaət etməyinə izin versin. Və la yəmlikullezine yəd'unə min dunihi şəfaətə illa mən şəhidə bil haqqi. Kim haqqa şəhadət verməyibsə, Allah yanında şəfaətə malik deyil. Siz gedib çağırmayın bütləri filanları. Onlar Allahın haqq olduğuna şəhadət verməyiblər. Allahın haqq olduğuna şəhadət verib Həzrəti Hüseyin əleyhissalam. Qanı ilə şəhadət verib ki, Yezid yox, Allahın əmri. Əməvinin əmri yox, Allahın əmri. Canı ilə şəhadət verib. Onun şəfaət ixtiyarı var. Hətta Allahın tövhid əhli olan bəndəsi Allahı o qədər həyatın hər yerində görür ki, diqqət edin. Həzrəti İbrahim əleyhissalam kimi durur, gör nə danışır. Deyir ki, Əlləzi xələqəni fəhuvə yəhdin. Mən o Allaha ibadət edirəm ki, məni yaradıb. Burada problem hiss eləmirsiniz. Sadə sözdür, iki başlı söz deyil. Və o məni hidayət edir sonra. Bu da aydındır. Davamına baxın. Vəlləzi huvə yut'imuni və yəsqin. Mən o Tanrıya ibadət edirəm ki, mənə yemək verir. Qardaşım, əgər Allahın tövhid məsələsində söhbət bizim dünyəvi işlərimizdəki vasitələrdən getsəydi, durub deyərdim ki, ilahi, Həzrəti İbrahimin sözün yazmısan Quranda. Yazmısan ki, vəlləzi huvə yut'imuni və yəsqin. Mənim Rəbbim o varlıqdır ki, mənə yemək verir. Onda arvad bizim Rəbbimizdir, bizə yemək verir. Onda müdir bizim Rəbbimizdir, bizə yemək verir. Afisiyat bizim Rəbbimizdir. Su verir mənə. Belə sadə, zahiri söhbətlərdən söhbət getmir. İbrahim əleyhissalam demək istəyir ki, hətta o çörək ki alıb yiyirsən, sənə elə gəlir ki, o vasitədən gəldi. O Allahdandır. Çünki o istəməsə mümkün deyil. O su ki içirsən susuzluğu yatızdırır, Allah istəməsə susuzluğu yatızdırmaz. İza məridtu fəhvə yəşfin. Mən xəstələnəndə mənə şəfa verir Rəbbim. Buyur. Doktor Rəbbimizdir. Xeyr, doktorluq bir şey yoxdur. Rəbbdir ki o doktora, o şafidir ki o doktora o təsiri verir.
İbrahim Aleyhisselam en xırda detallara girir ki, yani hayatın her sahasında əsas Allah daha, unutmayın bunu. Yani o adam ki deyir mənəvi işlərdə Allah eləməlidir, maddi işlərdə bəndə də eləyə bilər, o müşrikdir. Qulaq asdın nə dedim? O adam ki deyir mənəvi işlərdə Allah eləməlidir. Məsələn, mənə hidayət Allah eləməlidir. Mənə hidayət Allah hidayət eləməlidir. Mənəvi işdir. İmam Peyğəmbər hidayət elə bilməz. Maddi işlərdə oradan kömək almalıdır. Deyirəm, sən müşriklik eləyirsən, qardaş, başıma dönüm. Sənin bu əməlin şirkdir. Niyə? Çünki İbrahim Aleyhisselam deyir, Vəl-ləzi və idə məridtu fəhuvə yüəşfin. Mən xəstələnəndə mənə şəfa verən də Allahdır. Sənin məntiqindən doktor onda tanrı hesab olunmalı. Çünki doktor şəfa verir axı. Deyir, yox, sən ki deyirsən bunlar maddidir, ha, bunlar da Allah eləyir. Mənəvi işləri Allah elədiyi kimi maddi işləri də Allah eləyir. Əvvəldə dedi, Əlləzi xələqəni fəhvə yəhdin. Rəbbim oradır ki, məni yaradıb. Burada bilirik, söhbət Allahdan gedir. O məni hidayət edir. Sonda da deyir ki, Vəl-ləzi yumituni thumma yuhyin. Mənim Rəbbim o Rəbdir ki, öldürür məni, sonra dirildir məni. Yaxşı, İsa Aleyhisselam Rəbdir, onda xristiyanlar düz deyirlər ki, bu məntiqlə xristiyanlar düz çıxır ki, İsa Peyğəmbərə Tanrı deyirlər. Niyə? Həm öldürürdü, həm dirildirdi. İndi öldürməyi qoyur, dirildirdi ən azından. İsa Aleyhisselam dirildirdi axı. Necə olur bu? Deyir, İsa deyildi ki, dirildən, öldürən, ruzi verən, sağaldan, çörək verən, su verən. Hamısını Allah verir. Buğdaya buğdalığı Allah verir, suya suluğu Allah verir. Müvəhhidin, tövhid əhlinin əqidəsi budur. Xeyli mövzular qaldı bu arada. İnşallah gələn dəfə qismət olsa davam eləyərik. Vəssalamu aleykum və rəhmətullah. Allahümme salli ala Muhammed ve ali Muhammed.